Bismillahirrahmanirrahim. Ay cemaat! Siz dünya və axirət saadətinizi təmin edəcək bir işi qəbul eləmişsiniz. Doğrudan da Peyğəmbər ailəsi ilə bir mövqedə olmaq, başqası ilə bir mövqedə olmaq kimi deyil. Bir gün atam Əli ibn Hüseyn öz saçından tutaraq mənə dedi ki, onun da atası, şəhidlər ağası Hüseyn ibn Əli saçından tutaraq demişdi. Möminlərin əmiri olan atası Əli ibn Əbu Talib öz saçından tutaraq rəvayət elədi. Bir gün Allahın Rəsulu, Allahın salamı ona və ailəsinə olsun, öz saçından tutaraq dedi, kim saçımdan bir tükə belə əziyyət versə, həqiqətən mənə əziyyət verib. Mənə əziyyət verənsə, Allah Taalaya əziyyət vermiş olub. Hər kimdə Allah əziyyət versə, göydə və yerdə olanlar ona lənət oxuyarlar. Sonra Allahın bu sözünü tilavət elədi. Allah və onun Peyğəmbərinə əziyyət verənlərə Allah həm bu dünyada, həm də axirətdə lənət eləyər və onlar üçün çox qorxulu bir əzab hazırlayar. Düz buyurdu əzəmətli Allah. Sadaqallahu azim.